Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu, əziz izləyicilər. İmami Məktəbi kanalında xoş gördük hamınızı. Həqiqətlərin kəşfi verilişimizdə qonağımız Şeyx Əhməd, hədis araşdırmaları üzrə tədqiqatçı. Hörmətli izləyicilər, xoş gördük. Bugünkü verilişimizdə çox önəmli bir mövzunu müzakirə edəcəyik. İmam Əliyə itayətin Peyğəmbərə itayət olması barədə Əl-Müstədrəkdə keçən məşhur hədis və onun sənədinin qiymətləndirilməsi. Bu hədis həm sünni, həm də şiə tədqiqatlarında geniş müzakirə olunub. Mövzunu bizə elmi şəkildə izah etmək üçün Şeyx Əhməd studiyamızdadır. Xoş gəlmisiniz. Çox sağ olun. Müzakirə edəcəyimiz hədis Əl-Hakimin Əl-Müstədrək əsərində 2 isnadda gəlir və əsas nüans sənədin səhihliyi məsələsidir. Birinci sənəd xüsusilə mühümdür. Çünki həm Əl-Hakim, həm də Əz-Zəhəbi tərəfindən səhih hesab edilib. İcazənizlə mətni sənəd və mənbəsi ilə birlikdə təqdim edim. Birinci rəvayət yolu. Mənbə: Əl-Müstədrək Əl-Hakim, Sahabələrin tərcüməyi halı kitabı. Möminlərin əmiri Əlinin İslamı qəbul etməsi fəsli, hədis nömrə 4617, bəzi nüsxələrdə 4594. Hədisin mətni. Əbu Zər radiyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: Kim mənə itayət etsə, Allaha itayət etmişdir. Kim mənə qarşı çıxsa, Allaha qarşı çıxmışdır. Kim Əliyə itayət etsə, mənə itayət etmişdir. Kim Əliyə qarşı çıxsa, mənə qarşı çıxmışdır. Əl-Hakimin hökmü. Bu sənədi səhih bir hədistir və onlar, yəni Əl-Buxari və Muslim, bunu öz əsərlərinə daxil etməmişdilər. Cild 3, səhifə 130. Əz-Zəhəbinin hökmü. Əz-Zəhəbi Əl-Hakimi təsdiq edərək, bu hədisin yanında sadəcə səhih qeydini yazmışdır. Yəni həm hakim, həm də Zəhəbi hər ikisi bu isnadı səhih sayır. Bəli, bu çox ciddi elmi təsdiqdir. Bu səbəbdən bu rəvayət Əhl-i-Sünnə mənbələri içində ən güclü sənədli rəvayətlərdən biridir. İkinci rəvayət yolu. Müqayisə üçün. Mənbə, Əl-Müstədrək, Əl-Hakim, eyni fəsil, hədis nömrə 4641, bəzi nüsxələrdə 4616. Hədisin mətni. Əbu Zər radiyallahu anhu deyir ki, Rəsulullah sallallahu aleyhi və səlləm Əliyə belə buyurdu: Kim mənə itayət etsə, Allaha itayət etmişdir. Kim sənə itayət etsə, mənə itayət etmişdir. Əl-Hakimin hökmü. Bu sənədi səhih bir hədistir və onlar, yəni Əl-Buxari və Muslim, bunu öz əsərlərinə daxil etməmişdilər. Əz-Zəhəbinin hökmü. Bu dəfə Əz-Zəhəbi bu isnadı zəif olaraq qiymətləndirmişdir. Deməli, birinci isnad səhihdir, amma ikinci isnadda qəbul edilməyən ravilər var. Tam olaraq və məhz bu fərqdən sui-istifadə edən Əl-Albani səhih olan birinci isnadı kənara qoyaraq, ikinci zəif isnadı əsas götürüb, hədisi zəif saymağa çalışır. İndi isə Əl-Albaniyə yönəlik elmi tənqidə baxaq. Əl-Albaniyə rəddiyə. Yalan 1. Ravi Yəhya ibn Ya'lanın zəiflədilməsi. Əlbəni hədisdəki Yəhya ibn Ya'lanı zəif elan edir, amma birinci isnadda olan ravi Yəhya ibn Ya'la Əl-Muharibidir. Əlbəni isə tamam başqa ravi olan Yəhya ibn Ya'la Əl-Əsləmi barədə danışır. Bu birbaşa qarışdırmadır. Yalan 2. Muaviyə ibn Sə'ləbənin ədalətinin bilinməməsi. Əlbəni, ədaləti məlum deyil, amma İbn Hibban onu etibarlı ravilər siyasına daxil edib, döyüşlərdə iştirak etmiş səhabə nəslidir. Yalan 3. İsnadları özü qarışdırması. Əlbəni birinci isnadı kənara qoyur, ikinci zəif isnada keçir və elmi şəkildə konteksti dəyişir. Səhih sənəd zinciri Əhl-i-Sünnə alimlərinin hökmü ilə. Ravi Əbu Əhməd Muhammed ibn Muhammed Əş-Şeybəni, Hafiz İmam Sabit. 2. Əli ibn Səid ibn Bəşir, etibarlı Mahir. 3. Həsən ibn Həmmad Əl-Hədrəmi, İmam hədisiçi. 4. Yəhyə ibn Ya'la Əl-Muharibi, Buxarinin ravisi Səduq. 5. Bəssam ibn Abdullah Əs-Seyrafi, Səduq. 6. Əl-Həsən ibn Amr Əl-Füqeymi, etibarlı sabit. 7. Muaviyə ibn Sə'ləbə, etibarlı ravi.
Sadaladığımız bu alimlər Əlbaninin zəif dediyi ravini etibarlı saymışlar. Bu hədis bir daha göstərir ki, İmam Əliyə itayət, Peyğəmbərə itayət. Peyğəmbərə itayət bərabərdir Allaha itayət. Bu ardıcıllıq Peyğəmbərin öz kəlamıdır. Və sual tam yerindədir ki, Əbu Bəkir, Ömər, Ayşə və Muaviyyə İmam Əliyə itayət etdilərmi? Əgər cavab xeyirdirsə, Peyğəmbərə itayət etmiş sayılırlarmı? Bəs Allaha itayət məsələsi necə olur? Bugün gördük ki, hədis elmi yalnız rəvayət deyil, sənəd, ravilər, nüsxələr və alimlərin hökmləri birlikdə nəzərdən keçirilməlidir. Şeyx Əhmədə aydın və elmi izah üçün təşəkkür edirik.